Salam əksə 12-ci dərs videosuna xoş gəlmisiniz. Bu dərs videosunda müxtəsər vurma düsturlarına baxacağıq və 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə necə müxtəsər vurma düsturları açılır, yəni bu düsturlar necədir onu göstərəcəm. İkinci mərhələdə müxtəlif dəyişənlərin köməyi ilə necə müxtəsər vurma düsturlarını açmaq olar onu göstərəcəm. Və nəhayət 3-cü mərhələdə bu zaman müxtəlif dəyişənlərlə necə düsturları bu dəfə tam tərsinə yığa bilərik onu göstərəcəm. Keçək birinci mərhələyə. Düsturlarımızı sadə, normal açacağıq. A üstə gəl B kvadrat necə açılır? Baxın, burada A var, B var, düzdür? Hər ikisinin əvvəlcə kvadrat yazılır. A-nın kvadratı, orta üstə gəldi, üstə gəl B-nin kvadratı və üstə gəl. Buradakı üstə gəlin mənası nədir? Çünki ortasında üstə gəl var idi. Üstə gəlsin necə? Bunların hasilinin ikimiz, yəni 2 vurulsun A, vurulsun B. Bu qədər sadə. İkinci düstur. Yenə birincidəki kimi A kvadratı üstə gəlsin B kvadratı yazılır və bu zaman çıx olur. Niyə? Çünki bunun ortasında çıx var idi. Olur çıx 2AB. A kvadrat çıx B kvadratı. Bu zaman kvadratlar atılır. Bir dəfə bunların fərqləri, bir dəfə də bunların cəmləri yazılır. Dördüncü düsturda bu zaman nə olur? Gördüyünüz kimi A üstə gəl B-nin kubudur. Əvvəlcə A-nın kubu yazılır. Üstə gəlsin. Baxın, hamısı üstəgəl olacaq. Niyə? Çünki burada da üstəgəldir. Hamısı üstəgəl olacaq. Üstə gəlsin. Burada bol-bol üçlərdən istifadə edəcək. Gəlin əvvəl düsturu belə yazım. Baxın, 3AB üstə gəl 3AB. Birazdan görəcəksiniz nə edəcəyimi. Üstə gəlsin. Axırdan nə olur? B-nin kubu ilə bitməlidir. B-nin kubu. Hə, amma burada nə var indi? Burada bir dəfə birincinin kvadratı olur. Sonra ikinci üzərində kvadrat olur. Bu qədər. Düsturumuz bitdi. İkinci də bunun eynisidir. Sadəcə bəzi fərqlər. Baxın, hamısını eyni yazıram. A kubunu yazıram. 3A kvadratı B-ni yazıram. 3AB kvadratını yazıram. Və hətta B kubunu yazıram. Burada bəs bizə nə dəyişiklik olacaq? Normalda birinci düsturda hamısı plus gedirdi. Düzdür? Burada plus minus belə gedəcək. Birinci plusdur, hə? Sadəcə yazılmıyor. Minus, plus, minus. Qutardı. Demək ki, A kubu çıx 3A kvadratı B, üstə gəl 3AB kvadratı çıx B kubu. Əla, qaldı son iki düsturumuz. Bunlar da bir-birinə bənzəyir. Ümumiyyətlə, mötərizələri olmayan düsturlarda oxşarlıq var. Nəinki 3-cü düstura baxın, onda da eyni şeydir. Həmişə üstlər atılır. Yenə kubları ataq. Nə qaldı? A üstə gəl B. Yazaq. A üstə gəl B. İndi bu kiçik mötərizə idi. Bir də böyük mötərizə açırıq. Böyük mötərizədə sanki bu A üstə gəl B deyil, tam tərsinə. İkinci düstura baxın, A çıx B-nin kvadratı kimi açaq. A kvadratı üstə gəl B kvadratı çıx 2AB. Amma bir dənə fərq var ki, buradakı 2 gedir. Sadəcə AB olur. Eynisini gəl 7-də deyək. Kubları atdıq, nə andı? A çıx B. Bu kiçik mötərizəmiz idi, indi böyük mötərizəmizi açaq. Normalda A kubu çıx B kubu deyil, amma bu dəfə plus kimi, yəni birinci düstura baxın, A plus B-nin kvadratı kimi açaq. A kvadratı üstə gəl B kvadratı üstə gəl 2AB. Yenə nə edirik? Buradan 2-ni silirik. Yəni plus AB oldu. Düsturları bildiksə, keçək ikinci mərhələyə. Aha. Birinci düsturumuz gördüyümüz kimi bizdə nədir? A üstə gəl B-nin açılışıdır. Sadəcə bizdə bizim A-mız x-dır, B-miz 3y-dir. Düsturumuz normalda necə idi? A kvadratı üstə gəl 2AB, üstə gəlsin B kvadratı. Gəlin açaq. Əvvəlcə A-nın kvadratını açaq. A-mız nədir? X-dır. Demək x-in kvadratı. Üstə gəl B kvadratımızı açaq. B-miz nədir? 3y idi. Yəni 3y-in kvadratı. Üstə gəl 2AB deyildi. 2 vur. A-mız x, B-miz 3y. X kvadratı ilə x kvadratı. Üstə gəl 3y-in kvadratı nə olur? 3-ün kvadratı 9. Y-in kvadratı y kvadratı. Üstə gəlsin, bunu da bir-birinə vursaq, 2-ni 3-ə 6, x, y. Bu qədər sadə. Yəni, nəticəmiz bu alındı. İndi ikinciyə baxaq. Deyir ki, 2A çıx B kvadratı. Bu, təbii ki, nəyin düsturudur? Görürsünüz ki, arada çıxma var, burada da kvadrat var. Demək ki, A çıx B-nin kvadratı düsturudur. A-mız 2A-dır, B-miz elə B-dir. Yaxşı, baxaq. A birinci nə gəldi bizə? A kvadratı, yəni olacaq 2A-nın kvadratı. Üstə gəl B kvadratı. Elə B kvadratı burada B kvadratı kimidir. Və çıxılsın 2AB idi. Yəni 2 vurulsun A-mız 2A, o da vurulsun B. Bərabərdir.
2a kvadrat neçə olur? 2'nin kvadratı 4, a'nın kvadratı a kvadratı, üstə gəl b kvadratı, çıx 2'ni 2'yə vurdıq 4, ab. Bu qədər sadə. Üçüncümüzə baxaq. Bu isə təbii ki nəyi andırır? A kvadrat çıx b kvadratı. İndi normalda andırmaya bilər, amma diqqətlə baxın. X kvadratı var, hə? Siz deyirsiniz ki, axı 9y kvadrat biraz qəribədir. Xeyr, qəribə deyil. Çıx 9y kvadrat nəyin kvadratıdır? 3y-in kvadratıdır. Aha, indi düsturanda sizdə bu a'mız olsun, bu da b'miz olsun. Deməli, biz nə edirdik? Əvvəlcə kvadratları atırdıq. Olurdu x çıx 3y, sonra da cəmi x plus 3y. Gördüyünüz kimi muxtarma düsturu kimi yazdıq bunu. Bərabərdir n plus 2n'in kubu. Təbii ki, bu bizə nə yandırır? A plus b'nin kubu düsturunu. Normalda nə deməkdir? Birinci a'nın kubunu yazmalıydıq. A'mız nədir? M'dir. Olur m'in kubu. Üstə gəlinsin 3a kvadratı b olurdu. Yəni 3 vurulsun. A'mız m idi. M'in kvadratı vurulsun b'miz. Yəni 2n. Üstə gəlinsin 3 vurulsun ab kvadratı. Düzdür. A'mız m vurulsun b'nin kvadratı. Yəni 2n'in kvadratı. Üstə gəlinsin b'nin kubu. Yəni 2n'in kubu. Deməli, buradan da alınır ki m'in kubu üstə gəlsin. Buradan alınır 6m kvadratı n üstə gəlsin. Buradan alınır 12m n kvadratı üstə gəlsin. Buradan da alınır nə? 2'nin kubu 8, n'in kubu n kubu. Demək bizdə bu alındı. Keçək 5-ciyə. Bu da nədir təbii ki də? A çıx b'nin kubu. Baxın, a'mız 3x'dir, b'miz y'dir. Yaxşı, açaq. Birinci a'nın kubu, yəni 3x'in kubu çıxılsın. Bax, gördünüz, plus minus bu cür gelirik. Minus 3 vurulsun a'nın kvadratı, yəni 3x'in kvadratı vurulsun b'miz, yəni y'imiz. Üstə gəlsin 3 vurulsun 3ab kvadratı. Düzdür. A'mız 3x idi. B'miz y idi. Yəni y'in kvadratı və yenə minus bu zaman olacaq. Elə b'nin kubu olduğu üçün b'miz də y'dir. Oldu y'in kubu. Gəlin bunu da açaq. 3x'in kubu eləyir 27x kubu. Çıxılsın. Buradan alınır 27x kvadratı y. Üstə gəlsin. Buradan alınır 9xy kvadratı və ən sonunda çıx y kubu. Demək, cavabımız bu oldu. 6-cıya baxaq. Bu təbii ki bizə nə yandırır? A kubu üstə gəl b kubu. İndi andırmaya bilər. Gəlin bir şeyə çevirək. X kubumuzu olduğu kimi yazaq. Üstə gəlsin 8y kubu görəsən nəyin kubudur? Əlbəttə 2y'in kubu. Bərabərdir. Ha, indi alındı sizdə. Baxın, x-imiz a-dır, y'imiz b-dir. Bərabərdir. Nə edirdik? Birinci kubları atırdıq. Olduğu kimi yazırdıq. X üstə gəl 2y. Sonra nə edirdik? Baxın, bunların arası müsbətdir. Hə? Demək, mənfinin, yəni çıxmanın kvadratı kimi yazacağıq. A çıx b-nin kvadratı kimi. Yəni ki, birincinin kvadratı, yəni x-in kvadratı çıxılsın və üstə gəl kimi yazaq. Yaxşı. Üstə gəlsin b'nin kvadratı, yəni 2y'in kvadratı, bu da 4y kvadrat edir. Çıxılsın, bunların hasilinin ikimizdir. Yəni 2 vur, x vurulsun 2y. Bu qədər sadə. Bu da bizim düsturumuz. Bir digəri, bu da nə yandır? Təbii ki də a kubu çıx b kubu. Amma necə andıracaq? İndi deyim sizə. 27a kubu nəyin kubudur? Əlbəttə 3a'nın kubu. Çıxılsın b kubu. İndi andır. Düzdür? Olduğu kimi yazaq, kubları atıb 3a çıxılsın b vurulsun. İndi bölmə örtərisini yazaq. Bu nədir? Normalda araları çıxmadı. Amma üstə gəlin kvadrat kimi olacaq. Tam tərsinə. Bir dəqiqə, bir də biz altda bir səhv edirik. Burada 2-ni silməliydik. Ən axırda. Yaxşı, açaq. 3a'nın kvadratı edir 9a kvadratı. Üstə gəlinsin b'nin kvadratı b kvadratı. Üstə gəlinsin. Bundan hasili sadəcə. Artıq ikimisini deməyək. Dilimiz çaşmasın. 3ab. Bu qədər sadə.
İndi bu mərhələdə artıq düsturları yığmağa çalışaq. Birincini biz hardan biləcəyik ki, hansı düstur? Baxın, əvvəlcə qıraqlara baxırsınız, hər iki tərəfdə də kvadrat var. Burada hər iki tərəfdə kvadratda görürsünüz. Biri x-in kvadratıdır, biri nəyin kvadratıdır? 3y-in kvadratıdır. Biri də x-in kvadratı və ortadakını görürsünüz ki, yoxlamaq üçün. Bura 3y-dir, bura x-dirsə, onların hasilinin 2 misli həqiqətən də 6xy edir. Demək ki, bu nəyin düsturuymuş? X üstəgəl 3y-in kənardan kvadratı imiş. Həmçinin 2 də buna çox oxşar düsturdur. Görürük ki, hər iki tərəfdə kvadrat var. Artıq bu bizim diqqətimizi çəkdi. Baxırıq indi 4a kvadratı 2a-nın kvadratıdır. B kvadratı b-nin kvadratıdır və həqiqətən 2a-nı b-yə vursaq, 10 da 2-yə vursaq 4ab edər. Amma burada çıxma var deyə bu çıxmanın kvadratıdır. Yəni ki 2a çıx b-nin kvadratı. Və bunu deyim, bunu yazsa səhv olmaz ha. Elə bu həm də b çıx 2a-nın da kvadratıdır. Bu səhv deyil. Buna baxaq. Ən bariz görünəni məncə elə üçüncülərdir. Görürsünüz ki, 2 dənə mötərizə vurulanlar var. Hər ikisində də eyni ədədlər var. 5n, 4n, 5m, 4n. Sadəcə biri çıxmadır, biri toplamadır. Bu zaman elə bizə bariz görsənir ki, bu a kvadrat çıx b kvadratının düsturudur, yəni üçüncü düstur. Onda olur 5 birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Bərabərdir 25 m kvadratı çıx 16 n kvadratı. Dördüncüyə baxaq. Dördüncüdə bax yenə əvvəl kimi birinci və ikinci dediyimiz kimi kənarlara baxırıq. Bu kənarlarda təbii ki olmaya da bilər, ola bilər ortalarda olsunlar. Görürük 2 dənə kubumuz var. Tez təşxisi qoyaq. Bu görürük ki x-in kubudur. Bu görürük ki 2y-in kubudur. İndi araşdırmalıyıq artıq. Araşdırıb görərik ki, bu həqiqətən bunların birincinin kvadratı ilə ikincinin hasilinin 3 mislidir və həmçinin bu da birincinin hasili ilə ikincinin kvadrat hasilinin 3 mislidir. Bunu araşdırsaq tamamilə görəcəyik. Onda demək düsturumuz necə olur? X kubu üstə gəlsin 2y-in kubu. Demək ki, x üstə gəl 2y-in kubu olacaq. Bərabərdir, hamısının digər də eyni şeydir. Yenə baxırıq, bu 2a-nın kubudur. Bu b-nin kubudur. Və həmçinin digərlərini yoxlayıb da bu cür tapa bilərik. Hətta gəlin bir dənə yoxlayaq da, digəri kimi eləməyək. 2a, baxın buna baxın. 2a-nın kvadratı vur b, vur 3. Görək o alınır yoxsa yox. Həqiqətən də bizə alınır 12a kvadratı b. Demək ki, bu imiş. Ona davam edək. Digərini də o cür yoxlayırıq. Bu düstur gördük ki, yığılana nə olurmuş? 2a və çıxlarımız da olduğu üçün 2a çıx b-nin kubu. 6-cı və 7-ci də çox asandır. Onsuz da gözümüzə çarpır ki, bizim bir ədəd kiçik mötərizəmiz, bir ədəd də böyük mötərizəmiz var. Bu artıq bizə göstərir ki, ya kublar fərqidir, ya da kublar cəmidir. Yəni ya bizim elə ən başda yazdığımız 6-cı ya da 7-ci düsturdur. Baxaq. Bizim olsa ədədlərimizi verib. Biri x, biri y, 3y. Baxın, acı görsənir də bu x-in kvadratıdır, bu 3y-in kvadratıdır. 3y kvadratı 9y kvadratı etməz. Bəli. Bu da x ilə 3y-in hasilidir. Elə birin gözümüzə çarpır. Sadəcə buna diqqət eləməliyik ki, burada mənfi var deyə bu nə olacaq? Və burada toplama olduğu üçün də elə toplama kubların cəm olacaq. Yəni x-in kubu üstə gəlsin 3y-in kubu. Bunu da açsaq x kubu üstə gəlsin 27y kubu. 7-ciyə baxsaq, yenə gözümüzə çarpır ki, bir ədəd kiçik mötərizəmiz, bir ədəd böyük mötərizəmiz var. Və burada 4a, burada 5b olduğunu görürük. Yenə baxaq, yoxlayaq. Həqiqətən də bu 4a-nın kvadratıdır, 16a kvadratı. Bu da 5b-nin kvadratıdır, 25b kvadratı. Və görürük ki, həqiqətən də bunların hasili 20ab verər. İndi ortada çıxma var deyə bu kubların fərqi olacaq.
Yəni 4a-nın kubu çıxılsın 5b-nin kubu. O da bərabər olur 64a kubu çıxıl 125b kubu. Bu qədər. Videonu izlədiyiniz üçün çox sağ olun.